Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə Sudoku mövzusunun izahına baxacağıq. Ötən videolarda izah eləmişdim. Sadəcə olaraq artıq bütün mündəricatda mövzular bitdiyinə görə təkrarən izah edəcəm. Bəzən olur ki, tələbələr çətinlik çəkirlər düşüb aşağı baxmağa. Ümumiyyətlə Sudoku nədir? Sudoku Yapon oyunudur və bundan başqa bizim bir neçə də Yapon oyunumuz olacaq. Onların hamısının izahlarını paylaşacağım. Necə işləyəcəyik? Başlayaq birinci. Bildirim ki, siz məntiqdə şərt oxumayacaqsınız. Şərt niyə oxumuruq? Çünki şərtdə sizə sadəcə mövzunu izah edir. Əgər siz mövzunu bilmirsinizsə, şərti oxumaq sizin sadəcə vaxtınızı aparacaq. Sudoku nədir? Sudoku cədvəl formasında eyni xanalardan ibarət. Burada ya 4-ün 4-ə verər, ya 5-in 5-ə verər, ya 6-nın 6-ya. Bildirər ki, rəqəmləri sətr sütun üzrə düz. Sən rəqəmləri sətr sütun üzrə elə düzməlisən ki, hər sətirdə, hər sütunda, hər rəqəmdən bir dənə olsun. Yaxşımı? Başlayırıq. Baxırıq bu cərgənin içərisində 2, 5, 4. Burada neçə çatmır? 3 ilə 1. 3-ü buradan yaza bilmirəm. Niyə? Çünki burada 3 var. Ona görə 3 burada olacaq, 1 də olacaq burada. Daha sonra hansı tərəfdə olursa qaçırsan o tərəfə. 4, 3, 1. Burada neçə çatmır? 2 ilə 5. 2 bunu buradan yaza bilmirsən. Ona görə 2-ni buradan yazacaqsan, 5-i də yazacaqsan buradan. Daha sonra 1, 2, 5. Burada neçə çatmır? 3 ilə 4. 3-ü buradan yaza bilmirik. Ona görə 3 burada olacaq, 4 də olacaq burada. S olacaq 4. Daha sonra 3, 2. Burada neçə çatmır? 1, 4, 5. 1-i buradan da yaza bilmirəm. Buradan da yaza bilmirəm. 1 olacaq burada. 1, 3, 2, səndə çatmır. 5 ilə 4. 5-i buradan yaza bilmirəm. Niyə? Çünki burada artıq 5 var. Ona görə 5 buradadır, 4 də burada olacaq. Elin olacaq 4. Daha sonra 5, 4, 3, 1. Burada neçə olacaq? 2. Daha sonra 2, 5, 1. Burada neçə çatmır? 3 ilə 4. 3-ü buradan yaza bilmirəm. Çünki bu xanada artıq 3 var. Ona görə 3 buradadır, 4 də olacaq burada. 3, 1, 2. Burada neçə çatmır? 4 ilə 5. 4 burada vardır, 4 buradadır, 5 də olacaq burada. 1, 3, 4. Burada neçə çatmır? 2 ilə 5. 2 burada vardı, 2 burada olacaq, 5 də olacaq burada. Vəssalam. Hər sətirdə, hər sütunda, hər rəqəmdən bir dənədir və sizdən nəyi soruşur? Y plus L plus S. Y-nin qiyməti 3-dür, L-in qiyməti 4-dür, S-in qiyməti 4. 4 plus 4 plus 3 olacaq bu 11 D variantı. Keçirik ikinci sualın izahına. Yeni qaydada sətr sütun üzrə hər rəqəmdən bir dənə olacaq və rəqəmlər təkrarlanmamalıdır. 1, 3, 5. Burada neçə çatmır? 2 ilə 4. Ona görə 2 buradadır, 4 də olacaq buradan. 4, 2, 5. Bu cərgədə neçə çatmır? 3 ilə 1. 3 burada vardı, 3 buradadır, 1 də olacaq buradan. 1, 4, 5, 3. Bura neçə çatmır? 2 çatmır. 1, 4, 2. Burada neçə çatmır? 3 ilə 5. 5 burada vardı, 5 buradadır, 3 də olacaq buradan. 5, 3, 4. Burada neçə çatmır? 2 ilə 1. 2 burada vardı, 2 buradadır, 1 də olacaq buradan. 3, 2, 1. Bu cərgədə neçə çatmır? 4 ilə 5. 5 burada vardı, 5 buradadır, 4 də olacaq buradan. X-in oldu 4. 2, 5, 4. Burada neçə çatmır? 3 ilə 1. 3 burada vardı, 3 buradadır, 1 də olacaq buradan. 3, 2, 5, 1, Y neçə olacaq? 4. Vəssalam. 4 ilə 4-ün cəmi olacaq 8. Baxırsınız 3-cü sualın izahına. Yeni qaydada sizə bildirir ki, sətr sütun üzrə hər rəqəmdən bir dənə yaz. Amma burada bilirsiniz nədir fərqli olan? Burada həm sətr sütuna baxırsınız, həm də hüdudlanmış xanalara. Yeni qaydada sənə şərt ehtiyac deyil oxumaq. Baxırsınız burada 3, 4. Neçə çatmır? 2 ilə 1-i. 2 burada vardı, 2 buradadır, 1 də olacaq buradan. 2, 3. Bu cərgədə neçə çatmır? 1 ilə 4. 1 burada vardı, 1 buradadır, 4 də buradan olacaq. X-in oldu 4. 1, 4. Neçən çatmır? 2 ilə 3-ün. 2 burada vardı, 2 buradadır, 3 də olacaq buradan. 1, 3, 2. Burada neçə çatmır? 4 çatmır. 4, 1. Neçən çatmır? 2 ilə 3-ün. 2 burada vardı, 2 buradadır, 3 də olacaq burada. Y-in olacaq 3. 3, 1, 2. Bura neçə olacaq? 4, 2, 4, 3. Bura neçə olacaq? 1. Vəssalam. Səndən soruşur X-dan Y-in hasili 4-ü 3-ə vurursan eləyir 12. Yəqin ki, bura qədər aydındır. Daha sonra keçirik, baxırıq 4-cü sualın izahına. Yenə eyni qaydada. Bir şey bildirim ki sizə, əgər məntiqdə hərfin üstündə xətt işarəsi varsa, bu ifadə, bu ardıcıl yaz deməkdir.
üzr istəyirəm. A bərabərdir 5, B bərabərdir 2, C bərabərdir 3 taparsansa bu 523 olacaq. Yadında qalsın. Hardan başlayırsınız? Sətir sütun üzrə hər rəqəmdən bir dənə və hüdudlamış hər xananın içərisində hərəsindən bir dənə olmalıdır. Ürəyin hardan istəyirsə başlaya bilərsən. 1, 4 burada neçə çatmır? 2 və 3. 2 burada vardı, 2 burada olacaq, 3 burada. A oldu səndə 3. 1, 3 burada neçə çatmır? 2 ilə 4. 2 burada vardı, 2 buradadır, 4 də olacaq burada. 4, 2 bu xanada neçə çatmır? 1 ilə 3. 1 burada vardı, 1 buradadır, 3 də buradadır. 4, 3, 1 burada neçə çatmır? 2 çatmır. 3, 2 burada neçə çatmır? 1 ilə 4. 1 burada vardı, 1 buradadır, 4 də burada olacaq. C olacaq səndə 4. 2, 1, 4 bura neçə olacaq? 3 olacaq. 3, 2, 1 bura neçə olacaq? 4 olacaq. B-ni neçə tapdın? 3 tapdın. Cavabın olacaq 3, 3, 4 yəni 334 A variantı. Baxırıq 5-ci suala. Sual verərsən ki, mən həmişəmi doldurmalıyam sudokunu. Mən sənə cavab verərəm ki, yox. Yenə də eyni qaydada şərt sənə ehtiyac deyil. Baxırıq sualın həllinə. Hər sətirdə, hər sütunda hər rəqəmdən bir dənə yazılmalıdır. Bir də hüdudlamış xanaların içində hərəsindən bir dənə. Hüdudlamış xana nədir? Hüdudlamış xana məsələn buradır tutaq ki, düzdürmü? Bunu ona görə yazıram ki, sonra əziyyət çəkməyəsiniz. Məsələn, biri budur, sonra biri bax məsələn budur, bax bura. Sonra biri bax məsələn budur, aydın oldu mu? Hər sətirdə, hər sütunda və hər hüdudlamış xanaların içində hərəsindən bir dənə olacaq. Yəqin ki, bura qədər aydındır. Sonra nə edirik? İndi baxırıq variantlarla işləməyə. Bax məsələn, sualın yerində heç vaxt el ola bilməz. Bax tutaq eli yazdım bura. Görürsən bu ellə bu el toqquşdu. Olmaz. Məsələn, bu sualın yerində Y ola bilməz. Götür bura yaz Y-ni. Y-ni yazdım, bu Y ilə toqquşdu. Tamam mı? Y olmaz. Bu sualın yerində i ola bilməz. Götür i'ni buradan yaz. Bu i ilə bu i toqquşdu. Yəqin ki, aydındır. Daha sonra, indi baxın. Biz dedik ki, hər sətirdə, hər sütunda hər rəqəmdən bir dənədir. Bir də hüdudlamış xanaların içində hərəsindən bir dənədir. Düzdür? Hüdudlamış xananın biri belə bu. Düzdürmü? Bax, bunun içərisində mən S-i hardan yazaram? Bax, S buradan olmaz. Çünki buradan S-i necə yazarsan? S bu xanadan da olmaz. Bir dənə S üçün yeganə yer olacaq bura. Vəssalam. Yəqin ki, aydındır. Sonra keçirik 6-cı test tapşırığın izahına. Necə edirik bunu və bir də bir şey bildirim ki sizə. Bu tipli suallarda çaşdırıcı məqam nə olur? Tutaq ki, cavabı məsələn A tapmısan, düzdür? A variantın deyil də A hansı variantda da onu götürəcəksən, yaxşımı? Bəzən tələbələr A götürüb sevincək olur, variantı ilə işarə eləyir, amma A variantını demir də. A hansı variantda da onu soruşur səndən. Hardan başlayırsan, rəqəm harda çoxdursa oradan. A, D, C. Burada nə çatmır? B ilə Y. B buradan olacaq, Y də olacaq buradan. Daha sonra A, B, D, C bura nə olacaq? Y olacaq. Cavabları çıxaq. Sualın yerində B ola bilməz. Sualın yerində Y ola bilməz. Yəqin ki, bura qədər aydındır. Daha sonra, bax, bu hüdudlamış xananın içində dərəsindən bir dənə yazmalısan da, düzdürmü? Bax, bunun içində A yazmalısan. A buradan olmaz, ya buradadır, ya burada. Bu xananın içində S hərfini yazmalısan. S buradan olmaz deyil, S avtomatik buradadır. Demək, sualın yerində S ola bilməz. Daha sonra bu xananın içində A lazımdır. A burada vardı ya, A buradan olacaq. Demək, A, Y, C, B bura avtomatik olacaq D. Düzdürmü? Sualın yerində A da olmasa, avtomatik bura olacaq D variantı. Vəssalam. Yəni D. Daha sonra baxırıq növbəti tiplərə. Baxırsınız 7-ci sualın izahına. Yenə də indi qaydada biz şərti oxumuruq. Hər sətirdə, hər sütunda, hər rəqəmdən bir dənə, bir də hüdudlamış xanaların içində hərəsindən bir dənə olacaq, tamam mı? Bax, 4, 3, 5 hardan başlayırsan, gözünə hara xoş dəyirsə oradan. 4, 3, 5 burada neçə çatmır? 1 çatmır, 2 çatmır və 6 çatmır. Bax, 1 buradan olmaz, buradan da olmaz. Demək, 1-in yeri avtomatik buradadır. Bu xananın elə içində, buranın içində yazmaq istəyirsən, 2-ni. 2 buradan olmaz deyə 2 buradadır. Burada neçə çatmır səndə? 6 çatmır. 4, 6, 3, 2, 1. Burada neçə çatmır? 5 çatmır. 4, 2, 5, 1. Burada neçə çatmır? 3 ilə 6. 3 burada vardı. 3 burada olacaq. 6 da olacaq burada. Avtomatik sualın yerində 1 ola bilməz. Niyə? Çünki 1 buradan yaza bilmərəm. 2 bu xananın içində var deyə olmaz. Sualın yerində 3 ola bilməz. Toqquşur. 5 də ola bilməz. Bir dənə qaldı. Cavab 4. Yəqin ki, bura qədər aydındır. Elə uzağa getməmiş bu sualı da 10-cu sualda həll edə bilərik.
Baxın 10-cu suala. Yenə eyni qaydada. Hər sətirdə, hər sütunda hərəsindən birdən olmalıdır. Oxumuram şərti. Şərt elə bilirəm ki, yoxdur. Artıq bunun həllini bildikdən sonra şərt sənə ehtiyac deyil. Hardan başlayırsan? Baxıram ki, bu 4 dənə görürsünüz, burada daha çoxdur rəqəmlər, yəni hərflər. C, Y, F, A. Burada nə çatmır? D ilə B çatmır. D burada vardır. D burada nə olacaq? B də olacaq burada. Bax, bu xanaya keçirəm. C, A, B, F. Burada nə çatmır? D ilə Y. Demək, D burada vardır. D buradadır. Y də buradadır. Düzdürmü? A, F, Y, D. Burada nə çatmır? B ilə S. B burada vardır. B buradadır. S buradadır. Sən cavablardan çıxa bilərsən də. Sualın yerinə B ola bilməz. Sualın yerinə C ola bilməz. Sualın yerinə Y ola bilməz. Sualın yerinə D ola bilməz. Nə olacaq cavab? A variantı. Yəqin ki, bura qədər aydındır. Daha sonra keçirik növbəti sualların izahına. Baxırıq burada 8-ci suala. Yenə də eyni qaydada. Hardan başlayacaqsınız? Gözünüzə hara xoş deyirsə oradan. Məsələn, 1, 5, 2. Burada neçə çatmır? 4 çatmır, 3 çatmır və 6. 3 bu xanadan olmaz, buradan da olmaz. Demək, 3 üçün yeganə yer buradır. Bu elə bu xananın özündən başlayıram. Burada 4 yazmalıyam. 4 burada vardır, 4 buradadır. Demək, bu cərgəncə neçə çatmır? 6 çatmır. Yəqin ki, bura qədər aydındır. İndi baxırsınız bu tərəfə. 1, 4, 2, 6, 3. Bura neçə olacaq? 5 olacaq. Yəqin ki, bura qədər aydındır. 5, 1, 3, 6. Bu cərgədə neçə çatmır? 4 ilə 2. 4 burada vardır, 4 buradadır, 2 buradadır. Avtomatik olaraq sualın yerinə 4 olmaz, sualın yerində 2 olmaz, sualın yerində 1 olmaz. Yəqin ki, bura qədər aydındır. Sonra bunun içində 3 yazmaq istəyirsən. 3 belə də olmaz, düzdürmü? Belə də olmaz. Ona görə 3 buradadır. 4, 2, 5, 3. Bu cərgədə neçə çatmır? 1 ilə 6. 1 burada vardır, 1 buradadır. Sualın da yerində olacaq 6. Y variantı və salam. Daha sonra baxırıq 9-cu sualın izahına. Nə deyir bizdə? 9-da da yenə də eyni qaydada. Hardan başlayırsınız? Gözünüzə hara xoş deyirsə oradan. Məsələn, bura baxın bu xanaya. 1, 2, 5, 4, 6. Burada neçə çatmır? 3 çatmır. Yazdım bura 3. 1, 2, 3, 4, 6. Bura olacaq 5. Bu hüdudlanmış xananı görürsünüz də yəqin ki. Bunun içində neçəsi çatmır? 1, 2, 5, 3, 6. Bura olacaq avtomatik 4. Bura ucu dolmaq üzrədir. 6, 4, 2, 1, 3. Bura neçə olacaq? 5 olacaq. Yəqin ki, bura qədər aydındır. Biraz da səliqəli yazın. 6, 3, 5. Bu cərgədə neçə çatmır? 1 çatmır, 2 çatmır, 4 çatmır. 1 buradan olmaz. Buradan olmaz, 1 olacaq burada. Demək, sənin S-in neçədir? 1-dir. S 1-dirsə sonu 1 olmayan variantları çıxa bilərsən. Daha sonra 6, 3, 1, 5. Bu cərgədə neçə çatmır? 2 ilə 4 bilə bilmirəm hardadır. 3, 5, 2. Bu xananın içində 1-i çatmır və 4 çatmır. 1 buradan olmaz, buradan olmaz. Avtomatik 1 buradadır. Yəqin bura qədər aydındır. 4, 1, 2, 5. Bu cərgədə neçə çatmır? 3 ilə 6. 3 burada vardır, 3 buradadır. 6 da olacaq burada. 5, 3, 4, 1, 6. Bura neçə olacaq? 2 olacaq. Yəqin ki, bura qədər aydındır. 3, 5, 2, 1. Bu cərgədə çatmır. 4-dən 6 hələ bilmirik hardan yazacağıq. Daha sonra nə edə bilərəm? 1, 5, 4. Bu cərgədə çatmır. 3 çatmır. 2 çatmır. Düzdürmü? 3 bax bu xananın, buranı doldura bilərəm. 2, 1, 6, 5, 3. Bura neçə olacaq? 4 olacaq. Yəqin ki, bura qədər aydındır. 4, 2, 1. Bu cərgədə çatmır səndə. 3 çatmır, 5 çatmır. 5 burada vardır. 5 burada da vardır. Demək 5 avtomatik buradadır. 3'ü də olan görə yazacaqsan burada. Çünki burada 3 olmaz. Demək elin qiyməti necə olacaq? 3, 4, 2, 5, 1. El olacaq 6. Elin 6'dır. Y də səndə olacaq 3. Cavab olacaq 361. Və salam. Bunu da doldursaq sona qədər. Baxaq 3, 5, 2, 6, 1. Bura olacaq 4. 4, 1, 5, 2. Bu cərgədə çatmır. 3 ilə 6. 3 burada vardır. 3 buradadır. 6 da olacaq burada. 6, 3, 1, 5. Bu cərgədə çatmır. 2 ilə 4. 4 burada vardır. 4 buradadır. 2 buradadır. İndi sütun düzürəm. 5, 1, 4, 3, 2. Bura olacaq 6. 1, 3, 5, 6, 4. Bura olacaq 2. Daha sonra və salam. Cavabı da tapmışıq. Əslində cavabı tapandan sonra doldurmağa heç gərək yoxdur. Bugünlük bu qədər. Ümidvaram ki, bu oyunu daha yaxşı mənimsəmiş oldunuz. Ümumiyyətlə, kimsə oyun oynaya bilmirsə, Yapon oyunlarını internetdə yazıb onlayn şəkildə oynaya bilər. Hardasa bir 30-40-a yaxın oyun oynasınız. Bütün Yapon oyunlarını, həmçinin Sudokuya da aiddir. Yəni, hərəsindən 30-30 oynasanız, özünüzdə olan dəyişiklikləri görəcəksiniz.
Sizinlə sağollaşıram. İnşallah növbəti dərsdə görüşərik. Hələlik özünüzə yaxşı baxın.